Yaxşı uşaqlar, başlayalım sürtünmə qüvvəsindən. Sürtünmə qüvvəsi. Sürtünmə qüvvəsi nədir? Sürtünmə qüvvəsi uşaqlar. Başqa şey yazılır. Şey seçilib də ona görə. Bəli. Sürtünmə qüvvəsi cisimlərlə yer arasında və ya cisimlərin özləri arasında, bir-birləri arasında hərəkət zamanı arasında ortaya çıxan sürtünən hissədən gedir söhbət. Biz bundan danışacağıq. Bax, tutaq ki, bunun üzərində hər hansı bir cisim qoymuşuq. Mən bu cismi dartmaq istəyirəm. Bax, F qüvvəsi ilə bu cismi dartmaq istəyirəm. Həmən qüvvə mən dartı qüvvəsi deyəcəm. Baxın, uşaqlar, burada bir məsələ var. İki əməl. Bir məsələ nədir? Məsələ ondan ibarətdir ki, bu cismin molekulları yerin molekulları ilə və ya hər hansı toxunan səthin molekulları ilə bir-birlərini nisbətən cəzb etmiş olurlar, tutunmuş olurlar bir-birlərinə. Aydındır? Mən bunu dartmaq istədiyim zaman bunlar bir-birindən belə bağlıdırlar bir-birlərinə. Mən bunu dartmaq istədiyim zaman, gəlin bunu biraz bu tərəfdə bir formasını çəkmiş olum sizə, başqa bir formasını çəkim. Bax, burada bizim yenə F dartı qüvvəmiz olsun. Biraz dartmış olum, həmən o cismi biraz dartmış olum. Həmən o cismi biraz Demək ki, bax, mən bu cismi dartdığım zaman bu cismin molekulları ilə yerin molekulları bir-birlərinə yapışır. Mən bunu çəkirəm, bu gəlməsinə icazə vermir. Molekullar da artır. Nisbətən müqavimət göstərməyə çalışır. Aydındır? Geri qaytarmağa çalışır. Həmən o geri qaytarmaq istəyən qüvvə, geri qaytaran qüvvə, onun hərəkətini ləngidən qüvvə, tormozladan qüvvə hansı qüvvədir? Sürtünmə qüvvəsi. Aydındır? Bax, hərəkətin əksinə yönələn, bax bu şəkildə hərəkətin əksinə yönələn, hərəkətə mane olan, hərəkəti ləngidən, tormozladan qüvvədir sürtünmə qüvvəsi. Aydındır? Necə oldu? Hardansın bu molekulları arasında. Bunlar bu tərəfə də artır, bu cismi özləri də bu tərəfə yönəlir ki, bu cismi yenidən əvvəlki vəziyyətlərinə qaytara bilsinlər. Yaxşı, hərəkətin əksinə yönələn, hərəkətə mane olan qüvvədir. İndi tutaq ki, deyirəm, hər hansı bir cisimimiz var, hər hansı biz cisimimizi dartmaq istəyirik. Onun birinci, yəni sürtünmə qüvvəsinin növlərinə baxaq. Birincisi məsələ nədir? Sükunət sürtünmə. Sükunət sürtünmə. Mənim sükunətdə də sürtünmə olurmu? İkincisi, sürüşmə sürtünmə. Sürtünmə. Üçüncüsü, diyirlənmə sürtünmə. Sürtünmə.
Birincisi sükunət, ikincisi sürüşmə, üçüncüsü diyirlənmə sürtünmədir. Aydındır? Gəlin biz bunlara birlikdə baxaq. Birincisi baxacağıq sükunət sürtünmə. Sükunət sürtünmə. Sükunət sürtünmədə nə görürük uşaqlar? Məsələn, bir üsulumuz var qarşımızda. Qoy mən biraz bunu bura biz bir dənə stul gətirək. Qoyaq, bunu çəkəndə görünsün. Lap yaxşı. Birinci prosesdə bir dənə şey götürəsən, adapterda götür, gəldi orada o birisi mikrofonu zərətə qoyaq. Olar, hər ehtimala qarşı. Şeydən isə bir dənə adapter hissədə deyil, mikrofonu zərətə qoymaq üçün. Birincisi sükunət sürtünmə. Sükunət sürtünmə dediyimiz proses nədir? Məsələn, tutaq ki, mən burada bir cisimimiz var. Mən buna tutaq ki, deyirəm, bir 10 Newton qüvvət tətbiq edirəm, hal-hazırda dartmaq istəyirəm. 20 tətbiq edirəm, dartmaq istəyirəm, amma məsələn gəlmir. Misal verirəm. Nə bilim, 50 tətbiq edirəm, dartmaq istəyirəm, gəlmir. 60 tətbiq edəndə sürüşməyə başladı. Amma 60-a kimi sürüşmədi. Niyə? Çünki onun da öz molekulları onu cəzb edib geri çəkməyə çalışır. Aydındır? Yəni yerin molekulları ilə bu masanın ayaqlarını molekullar bir-birini cəzb edirdilər və o cazibə ki, onun əksinə yönələn gəlməsinə icazə vermirdi. Həmən qüvvəyə biz yox, yəni varsa şey qoyaq, mikrofonu qoymaq üçün dediyi şey qutarır. Tamam, yaxşı. Aha, bəli, olar mənim. Hə. Amma bir 30 Newton tətbiq etdiyimiz zaman 40 Newton tətbiq etdik, gəlmədi. Amma 60 Newtonda sürüşməyə başladı. Demək ki, 60 Newton kimi onun öz cazibəsi verirmiş. Onu hara qaytarırmış? Geri qaytarırmış. Aydındır? Ona görə də uşaqlar, sükunət sürtünmədə. Məsələn, burada bizim F dartımız var. Bu F dartımızdır. Sürtünməmiz bunun əksinə yönəlir. Birincisi sükunət yazıram bura. Sükunət sürtünmə, F sükunət sürtünmə yalnız F dartıdan asılıdır. F dartıdan asılıdır. Niyə? Mən əvvəlcə sükunətdə olanda burada heç bir buna sükunət sürtmə, heç bir şey təsir etmir bu dəqiqə. Buna heç bir qüvvə təsir etmir. Mən buna bir 10 Newton tətbiq edib itələməyə çalışıram. 20 tətbiq edib itələməyə çalışıram. Mən bunu itələdikcə o da mənim qarşıma hərəkətin əksinə çıxır və getməsinə icazə vermir. Mən onu artırdıqca o da artır. Artırdıqca o da artır. Nə qədər dözə bildi? 10 idi, o da 10 qalxdı. 20 elədim, o da 20 oldu. 40-a qaldırdım, o da 40-a qalxdı. Amma 60 elədim, daha 60-dan yuxarı qalxa bilmədə başladı, təslim oldu, sürüşməyə başladı. Aydındır? Sən bunu ip yarışları kimi düşün. Biri o tərəfə də artır, biri bu tərəfə də artır. Sən dartırsan, hələ onu hərəkət etdirə bilmirsən, sonra biraz daha çox qüvvət tətbiq etdiyin zaman o hərəkətə gəlməyə başlayır. Aydın? Bax, buna bənzəyir uşaqlar. Ona görə də F sürtünmə, F sükunət sürtünmə, bax, F sükunət sürtünmə F dartıya bərabərdir. Ona görə də sükunətdə əvəzləyicimiz nədir? Sıfırdır. Əks olduğu üçün əvəzləyici qüvvəmiz sıfırdır. İndi burada bir qrafik qeyd edəcəyik uşaqlar. Bu qrafik sizin üçün vacib bir qrafikdir. F dartını, yox F sürtünməni, F dartıdan asılı qrafikini verəcəm sizə. İndi burada bir şeyə diqqət yetirək. Nəyə diqqət yetirəcəyik uşaqlar? Bir müddətə kimi bərabər arta gedəcəklər. Bir müddətə kimi. Əvvəlcə mən dartımı 50 etdiyim zaman, 50 deyil daha doğrusu, 10 etdiyim zaman, bu da neçə oldu? 10 Newton. Sonra mən bunu çıxartdım, tak ki 20 Newtona, bu da neçə Newton oldu? 20 Newton oldu. Aydındır? Sonra məsələn, tutaq ki mən bunu biraz da belə çəkeyim. Bunu çıxartdığım zaman 60 Newtona qaldırdığım zaman, bu da neçə oldu? 60 oldu və sürüşməyə neynədi? Başladı. Sonra mən bunu artırsam 100 eləsəm, nə bilim artırsam 200 Newton eləsəm, bu neçə qalacaq elə? 60. Yəni, sükunət sürtünmə qüvvəsi 60 Newton onun limiti oldu. 60 Newtona kimi dözə bildi, 60 Newtondan sonra o dözə bilmədi. Artıq təslim oldu və sürüşməyə başlayır. Ona görə deyirik ki,
sürüşmə, sükunət sürtünmənin limiti cisimdən cisimə dəyişir. Ha, misal verdik. Məsələn, elə ola bilər 500 Newton, elə ola bilər 5000 Newton. Həm o cismin orada toxunan səthlərindən asılıdır. Aydındır? Toxunan səthlərdən asılıdır. Oradakı hamarlıqdan və s. asılıdır. Buna mənə sumkamda verərsən, bu boşdur, biraz dolu ağır sumkamız var. Nuray, sən o sumkam var. Onu mənə bir dənə sən ver. Təşəkkür edirəm. Bu nə ağırdır? Hə. Elə bilin ki, bu bax buradadır. Mən eyni prosesdir. Bir buna 10 Newton, 20 Newton, 40 Newton tətbiq etdik, gəlmədi. Amma 60 tətbiq edəndə gəlməyə başladı. Aydındır? Həmən prosesdə arta-arta gedəcək uşaqlar. Gedəcək, axırda bir nöqtəyə çatdıqdan sonra sürüşməyə başladı. Bu deyirik ki, limit nöqtə 60 Newton. Məsələn, sualı belə quracaqsınız. Deyəcək ki, bir cismə 30 Newton qüvvə tətbiq etdik, dartı qüvvəsi tətbiq etdik. Cisim hələ sükunətdədir. Sükunət sürtünmə nə qədər olacaq? 30 olacaq. Aydındır? Çünki hələ sürüşübüz də, aydındır? Sükunətdədir. Dartı nə qədər artarsa, sükunət də o qədər artacaq. Məsələn, deyir ki, cismə 50 Newton qüvvə tətbiq etdik, hələ sükunətdə qaldı. Sükunət sürtünmə də neçə olacaq? 50. Deyir ki, cisim 60 Newtonda sürüşməyə başladı. Cismin dartı qüvvəsini 2 dəfə artırdıq. 120 oldu. Sürüşmə sürtünmə neçə dəfə artar? Artmaz. Elə olduğu kimi nə edəcək? Biz bunu artır, dartını gedirik. Sürüşmə dəyişirmi? Dəyişmir. Elə neçə qalacaq? Bəs 60 Newton olaraq qalacaq. Aydındır? Əslində qrafik bu formada olmamalıydı. Xarici qaynaqlarda qrafikin forması belə deyil. Xarici qaynaqlarda qrafik belədir. F sürtünmənin F dartıdan asılı qrafikidir. Qrafik belədir əslində. Bunun hikmətini izah edəcəm nə üçün belədir. Sürüşmə ilə sükunət arasında fərq qoyurlar. Sükunətlə sürüşmə arasında fərq qoyurlar, bəli, xarici qaynaqlarda. Deyir ki, 60-da sükunətdir. Doğrudan da bilmirəm, müşahidə eləmişsiniz yoxsa yox. Bir cismi dartırsan, gəlmir. Gəldikdən sonra rahat hərəkət etməyə başlayır. Fikir vermişsiniz? Hərəkətə gəldikdən sonra daha rahat. Məsələn, bir maşını itələyirlər, maşın yerindən tərpədənə kimi hərəkət etmir. Elə ki, maşın hərəkət etməyə başladı. Ondan sonra daha rahat aparmaq olur. Bir cisim məsələn, tutaq ki, itələyirəm, getmir. Gedəndən sonra rahatca aparmaq mümkün olur. Aydındır? Sanki o molekullar qopana qədər daha çox qüvvə tətbiq etdik. Qopduqdan sonra o qədər qüvvə tətbiq etməyə ehtiyac qalmır. Sürüşə davam edir. Əslində ən ideal qrafik belə olmalıdır. Yəni sükunət sürtünmə budur. Bax, bu F sükunət sürtünmədir. Aydındır? Bura nə olmalıydı? Məsələn, tutaq ki, bura 50 Newton deyir. Burada deyim F sürüşmə sürtünmə. Məsələn. Sürüşdükdən sonra ona yalnız 50 Newtondan da bu sürüşə davam edəcək. Həqiqətən də bu belədir. Həqiqətən də sistem belədir. Doğrudan da belədir. Əslində belə olmalıdır. Ancaq bizim kitablarda bu formada verib. Yəni tam da dəqiq deyil. Yəni bu formada problem var. Amma məcburuq ki, biz bunu bilək, amma bunu da bilmiş olun. Yaxşı, indi siz yuxarıdakıdır. Testlər onu verib. Qayda ilə verib. Amma düzgün deyil. Yəni bunu bilin. Çünki biz oradan işdir da. Bir də görürsən ki, onsuz da siz indi abituriyentsiniz, hələ 10-cu sinifsiz, amma orada sizə nə vaxtsa birdən dəyişsələr onu bilmiş olun. Aydındır? Bunu yaddan çıxartmayın. Bu hissəsi sükunət sürtünmə qüvvəsinə aiddir. Gəlin indi sürüşmə sürtünməyə baxaq. İkincisi, sürüşmə sürtünmə. İndi uşaqlar, sürüşmə sürtünmə prosesində necədir? Tutaq ki, bizim bax, burada bir cisimimiz var. Mən burada artıq bu F dartıdır. Bunun əksinə yönələn sürtünmə qüvvəmiz var. Əksi istiqamətdə yönələn sürtünmə qüvvəmiz var. Qulaq asağı, əksi istiqamətdə yönələn sürtünmə qüvvəsi var və mən 60 Newtonda artıq sürüşməyə başladı. Aydındır. Dartını artırıram. Sürüşmədə dəyişiklik oldu mu? Olmadı. Onda belə çıxır ki, mənim sürüşmə dartıdan asılı olmayacaq. Dartıdan yalnız nə asılıdır? Sükunət sürtünmə. Sürüşmə sürtünmə dartıdan asılı
deyil. Yaxşımı? Bəs nədən asılıdır uşaqlar? F sürtünmə qüvvəsi bu bizim cisimimizdir. Bu cisimimizin demək ağırlıq qüvvəsi bu cisimi aşağı sıxır, təzyiq göstərir. Bax bu lövhəni aşağı sıxmağa çalışır. Həmin qüvvəyə təzyiq qüvvəsi. Lövhə də bunu hara qaytarmağa çalışır? Yuxarı qaytarmağa çalışır. Həmin qüvvəyə nə demişdik? Reaksiya qüvvəsi. Nəyə görə deyirəm? Məsələn, tutaq ki, Məsələn deyirəm ki, burada bir cisim var. Bu cismi bu lövhənin üzərinə mən qoyduğum zaman bu lövhəni əyir aşağı, eləmi? Amma əlimi buraxdığım zaman lövhə də bu cismi hara qaldırmağa çalışır? Yəni görünən o ki, mən əlimlə bu cismi aşağı eləyirəm, lövhə də mən əlimi hara qaytarır? Yuxarı. Bu təzyiqlə aşağı sıxıram. Aydındır? Lövhə də məni hara qaytarmağa çalışır? Bu lövhədən söhbət gedir. Lövhə də bu cismi hara qaldırmağa çalışır? Yuxarı. Həmin yuxarı qaldıran qüvvə hansı qüvvədir? Reaksiya qüvvəsi. Reaksiya qüvvəsi yuxarı qaldırandır. Aşağı dartan da hansı qüvvədir? Təzyiq qüvvəsi. Deyirik ki, reaksiya qüvvəsi təzyiq qüvvəsinə nə olur? Sükunətdə olarsa bərabərdir. Aydındır? Bu reaksiya bu nə qüvvəsidir? Təzyiq qüvvəsi. Çəki deyirdik də, keçən dəfə keçdikdə çəki göstərməsi, təsir göstərməsi. Və çəki nə idi? Dayaq asıya göstərdiyimiz təsirdir də. Həmin bu təzyiq qüvvəsidir uşaqlar ki, reaksiya qüvvəsinə tarazlıqda nədir? Bərabərdir. Məsələn, mən bu dəqiqə ayaq üstə durmuşam da, sükunətdə durmuşam da. Aşağı nə göstərir? Təzyiq. O da məni hara qaldırır reaksiya? Yuxarı. Bunlar bir-birini tarazlaşdıranda mən sükunətdə qala bilirəm. Yoxsa mən sükunətdə qala bilmərəm. Aydındır? Yoxsa mənim sükunətdə qalma ehtimalım yoxdur. Çıxara bilirsən bir-birindən. Başqa pozanınız varmı? Pozanı olan? Ay sağ ol. Ha var ki səndə. Görün. Bu daha söz olmasın. Bizi palet eləməz. Hə, indi uşaqlar, baxın bizim sürtünmə qüvvəmiz nədən asılı olacaq? Bizim sürtünmə qüvvəmiz uşaqlar? Bizim sürtünmə qüvvəmiz F sürtünmə bərabərdir mü n və ya mü f təzyiq də yaza bilərik və ya mü mj də yaza bilərik. Bax, buradakı mü gördüyümüz kəmiyyət sürtünmə əmsalıdır. Yerlə cisim arasında ortaya çıxan, aydındır, həmən o əmsaldır ki, çox vaxtı deyəndə daha çox birdən nə qiymət alacaq? İkisi qiymət almış olacaq. Buradan mü sürtünmə əmsalını tapsaq, F sürtünmə bölünsün, n yazarıq və ya təzyiq yazarıq, fərqi yoxdur. Gəlin birinci vahidinə baxaq. Qüvvənin vahidi nədir? Newton. Reaksiya qüvvəsi də qüvvədir də, düzdürmü? Onun da vahidi nə olacaq? Newton. Bunlar ikisi gecə qalacaq nə? 1. Yazırıq ki, vahidi yoxdur. Aydındır. Vahidi nədir? Yoxdur. Lap yaxşı. Bizim sürtünmə qüvvəmiz nədən asılıdır uşaqlar? 1. Kütlədən. Nədən asılıdır? Kütlədən. 2. Materialın növündən. Yəni, molekulların cazibəsi də deyə bilərsiniz orada. 3. Bu ikincisi oldu. Üçüncüsü, yerin hamarlıq dərəcəsi və ya kərəkötürlük də deyə bilərsiniz uşaqlar buna. Kərəkötürlük deyə bilərsiniz. Kötür olması. Yerin nə olması? Kərəkötür olması. Birincisi, nəydən asılıdır? Cismin kütləsindən. Bayaqları müşahidə eləsəz, uşaqlar, bax bu cismi itələmək üçün mən tutaq ki, 60 Newton qüvvə tətbiq edirdimsə, bu cismin üzərinə bir dənə də cisim qoyanda bunu 60 ilə itələyə bilmirəm. Bunu itələmək üçün daha böyük bir qüvvə lazım. Çünki daha çox yerə yapışdı. Aydındır? Tam tərsinə. İndi gəlsin bir nəfər bu stolun üstündə otursa, bunu itələmək daha ağır olmayacaq mı? Aydındır? Niyə bu daha çox yerə yapışır? Daha çox sürtünür. O zaman sürtünmə qüvvəsi artırmı? Artır. Yəni kütləni artırdıqsa sürtünmə qüvvəsi artacaq. Bu bir. İkincisi, gələyin materialın növünə. Bəli. Materialın növünə gəldikdə uşaqlar, burada materialın növü və ya da ki biz deyirik ki, molekulların cazibəsi kimi ola bilər,
nə bilim, fərqi yoxdur da. Nə istəsəz. Bir nəfər qələminizi mənə verərsiniz. Fərq etməz. İndi bax bir dənə müşahidə eləyək burada sizinlə bərabər. İki dənə əlimizdə materialımız var. Biri pozandır. Yəni buna nisbətən bunun rezinliyi çoxdur. Aydındır. Bunun molekullarının cazibəsi ilə bu qələmin molekullarının cazibəsi arasında çox ciddi şəkildə fərq var. Aydındır. Çox ciddi şəkildə fərq var. Bax, sadə bir dənə bir şey deyəcəm. Bax, bunu atıram, sürüşə-sürüşə gedir. Amma bunu atan kimi yerində qalır uşaqlar. Bax, atan kimi yerində qalır. Lap istəyirsinizsə bunu belə də müqayisə edə bilərik. Müşahidə edin. İki dənə bura şey qoymuşam. Mən bunu qaldırıram. Fikir verin. O sürüşüb gedəcək. Hətta bunu bir xeyli qaldırıram, amma bunun sürüşmək kimi bir dərdi yoxdur. İlişə-ilişə gedir. Aydındır. Hətta Zəhranın o pozan, daha təzə pozandı, daha çox yapışacaq. Aydındır. Demək ki, materialların növünə görə sürtünmə qüvvələri dəyişir. Aydındır. Ona görə də maşının təkərləri, bizim ayaqqabılarımızın altlıqları və s. məhz buna görə hazırlanır. Aydındır. Məsələn, deyək ki, qış aylarında maşın təkərlərini daha çox bu materiallar deyirik də, yəni daha çox rezin materiallardan edilir ki, çünki onların molekular cazibəsi daha çoxdur. Aydındır. Yapışması daha çoxdur. Niyə? Buzlu havalarda sürüşmə azalsın, sürtünmə neynəsin? Çoxalsın. Aydındır. Sürüşmə ilə sürtünməni bir-birindən ayırın. Sürüşmə nədir? Sürtünmə nədir? Bəzən uşaqlar sürüşmə ilə sürtünməni qarışdırırlar. Sürüşmə sürüşmədir. Sürtünmə ilişmədir. Tormuzlamadır. Aydındır. Sürtünmə ilə sürüşmə bir-birindən mütləq ayırın uşaqlar. Bax, nə elədik? Materialın növünü dəyişdik. Materialın növünü dəyişən kimi sürtünmə artdı. Məsələn, kafron təkərlər deyirlər də, qoyulanda yayda kalçuk təkərlər kimi sərt təkərlərdir də, qış ayında onlar sürüşür. Aydındır. Həddən artıq çox sürüşür məsələn. Nəyə dəyişdik? Materialın növünü çeviririk. Materialın növünü dəyişdik. Sürtünmə artdı, sürüşmə azaldı. Başqa, məsələn, deyirik ki, bir dəfə başımıza gəlmişdi, qış ayıydı, mən kənd yerində aşağı düşürdüm. Yaşlı xalalar vardı, yuxarı çıxır, qarlı havadır, buzlu yolda yuxarı çıxırlar. Bir də gördüm ki, xala, belə diqqətimi çəkdi, ayaqqabısına parça bürümüşdü, bağlanmışdı. Niyə? Ayaqqabı sürüşən ayaqqabı yəqin ki, ayaqqabına parça bürüyüb bağlamışdı, sürüşməsi azalsın, sürtünməsi nə eləsin? Çoxalsın. Aydındır, parça materiallar və s. sürtünməni çoxaldır. Parça ilə rahat sürüşmək mümkün olmur. Aydındır. Bəli, sürtünməni artırmaq üçün demək ki, materialın növünü baba şəkildə dəyişmək gərəkir. Aydın oldu. Üçüncü uşaqlar, yerin nahamarlılığı, yerin kərəkötür olması, nahamar olması. Bu nə deməkdir uşaqlar? Bizim baxın yerimizdə qum səpirik ki, məsələn, maşın sürüşməsin deyə. Aydın nahamarlıq yaradır, hamarlığı pozuruq. Nahamarlıq o deməkdir uşaqlar. Kərəkötürlük yaradır. Məsələn, düz yolda maşın rahat sürüşür. Aydındır. Ancaq nahamar yolda maşın ilə rahat sürüşə bilmir. Ondan sonra buzlu yollara görmüsünüzsə qum səpirlər. Duz əridir, qum amma nə yaradır? Kərəkötürlük yaradır. Yəni ilişmə imkanı verir. Aydındır. Yerlə təmasında buzda bir təmas edə bilmir, sürüşür. Amma biz qum səpdiyimiz zaman qum həm buzu, həm o üstündəki cismin arasında olur və onları bir-birinə ilişdirir. Qum sürüşmür və cisim normalda hərəkət etməyə başlayır. Və yaxud da ki, bizim ayaqqabılarımızın qış aylarında altı daha şiforlu olur. Alpinistlərin, futbolçuların ayaqqabılarının altı görmüsünüz də? Nədir? İynəli, belə tikanlı ayaqqabılar deyirlər bunlara. Səbəb nədir? Sürüşməsi azalsın, sürtünməsi çoxalsın. Ona görə də, gəlin belə deyək. Sürtünmə qüvvəsini artırmaq istəyiriksə, hamarlıq azaldacağıq, kütləni artıracağıq, materialın növünü dəyişəcəyik, qum səpəcəyik. Sürüşməni artırmaq üçün, bir də bu diyirlənmə sürtünməni bura əlavə edəcəyik uşaqlar. Diyirlənmə sürtünmədə, yaddan çıxartmayın, diyirlənmə sürtünmə cisimlərdə, məsələn, bunu rahat hərəkət etdirə bilmirik. Bunun altına diyircək qoysaq rahat gedərmi? Təkər qoysaq rahat sürüşəcək, düzdür? Ona görə deyirik ki, diyircəklər sürüşməni artırar, sürtməni neyər? Azaldar. Və sürüşməni necə artırarıq? Kütləni azaldarıq.
Materialın növünü dəyişərik. Kərəkötürlüyü azaldarıq. Yağ sürtərik. O banan qabığı qoyular, sürüşürük. Bax, eyni prosesləri biz tətbiq edərik ki, sürüşməmiz artsın, sürtünmə neynəsin? Məhz azalsın. Uşaqlar. Bəli, burada bir dənə diyirlənmə sürtünmə hissəsində yaddan çıxartmayın uşaqlar. Diyirlənmə sürtünmədə, məsələn, bu maşın normalda hərəkəti hara doğrudur? Bu tərəfə doğrudur. Da ki, təkər deyirəm ki, bu istiqamətdə hərəkət edir. Aydındır. Fırlanması bax, bu istiqamətdə olacaq. Aydındır bu formada. Təkərin hərəkəti bu istiqamətdə olduğu üçün təkərin hərəkəti sürtünməsi hara yönəlir? Hərəkətin nəyinə yönəlir? İstiqamətinə. Əli yatmışsan. Demək, diyircəklərdə sürtünmə hərəkət istiqamətdə yönəlir. Aydındır, diyircəklər. Və bizim özümüzdə də elədir. İnsan da yeriyəndə hərəkət, sürtünmə qalsa bizim istiqamətimizdə olur. Səbəb? Çünki biz addımlarımızı arxaya atırıq. Biz qabağa gedirik, düzdür. Qabağa atırıq, amma unutmuruq ki, biz ayağımızı daha çox geriyə verəcəyik, düzdür? Geriyə atacağıq. Mən ayağımı geriyə atmağım lazım ki, özüm qabağa gedim. Yəni, ayağımı geri atıram ki, özüm hara gedim? Qabağa gedim. Mənim ayağım geriyə gedirsə, sürtünməsi hara yönəlir? Yəni, daha doğrusu ayağım geri atılırsa, sürtünməsi hara yönəlir? Qabağa. Ona görə də biz deyirik ki, hərəkət müddətimizdə və cisimlər, yəni təkərli diyircəklər hərəkət edəndə sürtünmə hansı istiqamətdə yönəlir? Məhz hərəkət istiqamətində yönəlir. Bəli, hərəkət istiqamətində yönəlir. PDF atıram. Hə, sonra. Bu da belə, uşaqlar. İndi burada da bir 2-3 hal var. Onu da deyək və yekunlaşdıraq. Uşaqlar, deyirəm ki, gəlin birinci halda deyirik ki, bax, məsələn, burada bir dənə cisimimiz var. Bu F dartısıdır. Bunun sürtünməsi də bu istiqamətdə yönəlir. Deyirəm ki, F dartı böyükdür F sürtünmədən. Sizcə hərəkət, Newton ikinci qanunu necə yaza bilərəm? EMA nəyə bərabər olar? F dartı çıxırsa nə olacaq? F sürtünmə. Düzdür? Böyükdən nəyi çıxırıq həmişə? Kiçiyi çıxırıq. Ay sağ ol. Əvəzləyicimiz hara yönələcək? Dartı istiqamətində, hərəkət istiqamətində yönələcək. Bu hərəkətə biz deyə bilərikmi yeyinləşən? Aydındır, hərəkət də hansı istiqamətdə olsa, bu istiqamətdə olsa, biz buna nə deyərik? Yeyinləşən. Laf yaxşı, bu olsun birinci hal. İkinci halda deyirəm ki, bu olsun F dartı, bu olsun F sürtünmə. Yazıram ki, F dartı bərabərdir F sürtünməyə. Cisim ya sükunətdə qalmalı idi, ya da düz xəttə bərabər şəkildə hərəkət eləməli. Hərəkətdə olduğu üçün, sürüşmə sürtmədən danışdığımız üçün necə hərəkət edəcək? Düz xətli, bərabər sürətli hərəkət edəcək. Zəhra. Çünki dartı sürtünməyə bərabərdir. Əvəzləyici nə olacaq burada? 0. Aydındır. Ya sükunətdə qalmalıdır, ya da düz xətli bərabər şəkildə hərəkət etməlidir. Üçüncü halda deyirəm ki, bu F dartıdır, bu F sürtünmədir. F dartı kiçikdir F sürtünmədir. Onda əvəzləyicim hansı istiqamətdə yönələcək? Məsələn, əvəzləyicimiz bu istiqamətdə yönələcək. Təşəkkür edirəm. Əvəzləyicimiz onda. Bəli, əvəzləyicimiz onda sürtünmə istiqamətində yönələcək. Onda hərəkət necə hərəkət olacaq? Yəni, Newton ikinci qanuna görə necə yazılır? MA bərabərdir. F sürtünmə çıxsın bu dəfə. Nə yazılacaq? F dartı. Hərəkət necə hərəkətdir? Yavaşıyan deyəcək. Aydındır. Tormozluyur, dartı sürtünmədən böyükdür. Get-gedə tormozlayıb sonda nə edəcək? Dayanacaq. Aydındır. Tormozlayıb cisim dayanacaq. Yaddan çıxartmayın. Cisimə yalnız sürtünmə qüvvəsi təsir edirsə, bax, bura bir qeyd də yaza bilərik. Bura bir qeyd yaza bilərik ki, cisimə yalnız sürtünmə qüvvəsi təsir edərsə, bu cisim nə edəcək uşaqlar? Sizcə? Hərəkətdə olan cisimə yalnız sürtünmə qüvvəsi təsir edərsə, nə edəcək? Yavaşıyır. Kim topar?
cisim yavaşlayır, aydındır. Yalnız sürtünmə qüvvəsi təsir edir və cisim. Ona görə də bizim əvəzləyicimiz, F əvəzləyicimiz elə sürtünmə qüvvəsinin özünü verəcək. Yəni MA nəyə bərabər olacaq? μ(J)-yə. M-lərimiz ixtisar edəcək. A nəyə bərabər olacaq? μ(J)yə. Nə zaman A-mız μ(J)yə bərabər olacaq? Cisimə yalnız sürtünmə qüvvəsi təsir etdikdə. Yaxşı? Bəli, uşaqlar. Baxın, uşaqlar, buradan nə çıxır ortaya? 1. Tormuz yolu, 2. Tormuz müddəti. Tormuz müddəti nədir uşaqlar? Cisimə yalnız sürtünmə qüvvəsi təsir etdiyi üçün cisim zaman keçdikcə yavaşlayıb gedib dayanacaq. Yəni V bərabərdir V0 minus AT düsturudursa, bu sıfıra doğru gedəcək. Son sürət olacaq 0. Onda V0 bərabər olacaq AT-yə. Mən buradan T-ni tapsam olacaq V0 bölünsün A-ya. Buna nə deyirik? Tormuz müddəti. Tormuz müddəti adlanır. Yuxarının aşağını biz M-a vursaq, onlar V0M bölünsün M-a. M-a yerinə nə yazaram? Yəni, yalnız sürtünmə qüvvəsi təsir edirsə F sürtünmə yaza bilərəm də, düzdür? M-a, bunun yerinə də F sürtünmə yazaram. Bunun yerinə sonra biz gələcəkdə keçəcəyik, impuls da yaza bilərik. P bölünsün F sürtünmə yazaram və yaxud da ki, V0M bölünsün F sürtünmə yerinə μ(M)J yazarıq. M-lərimiz ixtisar gedər qalar, V0 bölünsün μ(J). Tormuz yolumuzun düsturu bax bunlardır. Aydındır. Bir də tormuz müddətimiz var. Tormuz yolumuz var. Bu tormuz müddəti. Bir də tormuz yolumuz var yəni. Tormuz yolumuz S bərabərdir. V0 kvadratı bölünsün 2A. V kvadratı çıx V0 kvadratı var idi. V0 kvadratı bölünsün. Çıx V kvadratı böl 2A. Çünki yavaşlayanda V0 kvadratı çıx V kvadratı yazmaq lazımdır. V-imiz sıfıra getdi. Qaldı nə? V0 bölünsün A. 2A. Yenə M-ə vursaq yuxarına aşağına. Olar V0 kvadratı M bölünsün 2F sürtünmə. Biz bunun yerinə kinetik enerji yaza bilirik. MV kvadratı böl 2 demək. Kinetik enerji yaza bilirik. Və ya V0 kvadratı M bölünsün uşaqlar 2 μ(M)J yaza bilərəm. M-lərimiz ixtisar gedər, yenə qalar. V0 kvadrat bölünsün 2 μ(J). Yadınızdan çıxmaz. Aydındır. Baxın, tormuz yolumuzda, tormuz müddətimizdə kütlədən də asılı olmadılar, sahədən də asılı olmadılar. Yaddan çıxartmırsınız. Nə tormuz müddəti, nə tormuz yolumuz, nə kütlədən, nə də sahədən asılı deyil. Bir dənə burada bir şey unutduq, onu da mən burada qeyd edeyim uşaqlar. Eyni ilə sürtünmə əmsalı nədən asılıdır uşaqlar? Sürtünmə əmsalı asılıdır materialın növündən, bir də məhz yerin kələ-kötürlükdən. Məhz kələ-kötür nahamar olmasından. Və unutmuruq, sürtünmə əmsalı kütlədən, sahədən asılı deyil. Sürtünmə qüvvəmiz də uşaqlar sahədən asılı deyil. Yaddan çıxartmırsınız uşaqlar. Bunun yanında havada da hərəkətdə sürtünmə var. Suda da hərəkətdə sürtünmə var. Amma havadakı hərəkətə, sudakı hərəkətə sürtünmə kimi baxılmır, müqavimət kimi baxılır. Amma eyni şeydir. Aydındır. Havada zərrəciklər sürtünür, müqavimət göstərir. Qaçanda görürsünüz, külə üzünüzə vurur, qoymur. Suyun altında hərəkət etmək çətindir. Suda hərəkət etmək çətindir, bilmirəm. Suda görmürsünüz, qaça bilmirsiniz. Adam az qalır ki, yıxılsın. Niyə? Su adama müqavimət göstərir. Ona görə də suda hərəkətdə, havada hərəkətdə ki, hərəkətlərə müqavimət qüvvəsi deyilir. Aydındır. Müqavimət qüvvəsinin, yəni burada fərqli biz düsturlarına baxmırıq. Var, amma biz baxmırıq, ehtiyac olmur. Yəni bilin ki, müqavimət də hərəkətin nəyinə yönələndir? Əksinə yönələn qüvvələrdən birisidir. Aydındır, yadınızdan çıxmasın uşaqlar. Belə, bizim burada artıq deyəcəyimiz elə bir şey qalmadı. Bunları bir qeyd götürərsiniz özünüz üçün.